Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrafil enbiya ve murselin seyyidi Muhammedin ve ala alihi ve ashabihi ecmaîn. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Elhamdülillah Allah Subhanahu teala bizi Müslüman kimi yaradı. Bizi Müslüman edip bize hidayet verip bu dine, bu Əhl-i Sünnə və Cəmaətin yoluna və buna həmişə şükür etmək lazımdır. Çünki insan aza bilər və biz görürük, oxuyuruq, görürük, eşidirik. İnsan haqla gedə-gedə də aza bilir. Lakin sabit qalmağın, o boyda şübhələrin içində, o boyda şəhvətlərin içində sabit qalmağın, elhamdülillah, Allah Teala nemətdir bu. İnsan gerək Allah şükürlüyə və daima sabitliyi istəyir. Və həmişə ehtiyatlı olmaq lazımdır ki, azarsan. Azmaq asandır. İnsan düzgün yanaşmasa məsələlərə, düzgün adamlarla durub oturmasa azacaq. Xüsusən də əgər nəfsinə qapansa, əgər başqa cəhətlərdən yanaşsa, azacaq. Və bu boyda şübhələrin içində, bu boyda şəhvətlərin içində insan gəlir daima dua edir Allaha ki, sabit qalır. Peyğəmbər sallallahu aleyhi ve sellem ən çox etdiyi, istədiyi məsələ bu idi. Allah'ın sabit etdiğində və dində qalmaq asan deyil, haqq üzərində. Çətindir. Sənə asan gəlməsin. Ona görə qardaşlar, sabit qalmaq üçün təbii ki, səbəblər var. Səbəblərdən elmdir, oturduğun kimlərdir, onlardır, dosta təhsildir, hədisdə gəlir. Və həmçinin düzgün yanaşmaqdır məsələlərə. Hər adama qulaq asmamaqdır. Allah'a dua eləməkdir. Və s. Bunlar hamısı sabit qalmaq üçün səbəblərdir. Və bunlardan istifadə eləmək lazımdır. Amma görürsən ki, müxaliflər isə, görürsən, onlar zahirən bir olsa da, amma onlar belə ayrıdırlar. Hətta Muməyyilər, onlar gizlində həddadidirlər. Gizlində çəkindirirlər. Amma aşkar belə çəkindirmirlər. Aşkar belə deyirlər, yox, hamımız bir olaq, söz-söhbət olmasın, qardaş olaq. Amma gizlində məsələn deyirlər, ondan çəkin, ondan qulaq asma. Gizlində olanın üslubuna görə həddadidirlər. Amma aşkarda mümeyyidirlər. Və işlərində də həmçinin var ki, qadilər. Xavaricin növlərindən də, ən xəbiş növlərindən də qadilər. Hansılar ki, xuruca meyillidirlər. Lakin bu cür məsələləri bilmək üçün, qardaşlar, sənə elm lazımdır, sənə dərslərə qulaq asmaq lazımdır, xüsusən mənhəc məsələləri. Mənhəci bilməyən adam bu şeylər o cür düşünəcək. Ona görə oxumaq məsələlər çoxdur. Əqidə, mənhəc, adi fiqh məsələləri. Yəni, əlhamdülillah, çoxdandır kitab çıxmırdı, tərcümə. Elşən qardaşımızın Fatihə surəsinin çıxdı təfsiri yeni kesirdən. Hələ davam edir təfsiri, əlhamdülillah, Allah kömək olsun. Əladır, oxuyun onu, oxuyun o kitabları. Və ya məsələn, Ramin qardaşım Şərh-i Sünnə Muzənninin əladır. Əhl-i Sünnə, orada Şərh-i Muzənni, rahiməllah, Muzənni o kitabçanı ne üçün yazdı? Ona dedilər ki, sənə barədə belə deyirlər. Əqidə məsələndə, mənhəcdə problem var. O da kitab yazdı, qabaq belə idi. Qabaq deyəndə oturub kitab yazdılar. İndi deyirsən, sən kimsən, mən sənə bəyənliyim. Eləməyəcəm. Mən filan kəsən. Mən bundanam. Nə biləm, bələyəm. Əksinə, elm tələbəsi və s. şübhə olanda ətrafında, xüsusən dini məsələdə çıxıb bəyənləsin, nə var orada?
Əgər sən sələfirsənsə, ne üçün əqidəvi gizlətirsən? Çıxdı da. Ona görə qardaşlar, yəni, oyaq olun, allanmayın, şuar qurban olmayın, öz gördüyünüz nə qədər cavanlar allandı. Bir dənə balaca bir məsələyə allandı, getdi, azdı, indi bu saat yaşamır, ölür. Allah öyle getdi, Suriyada və s. öldü. Heç mi? Onun başlanğıcı bir dənə məsələ idi. Ona görə ehtiyatlı olmaq lazımdır. Ehtiyatlı olmaq lazımdır, xüsusən cavanlara, xüsusən o adamlar ki, bilmirlər. Bax, kimin oturub durursan, bax, kimə qulaq asırsan, mühümdür. Mühümdür. Hələ bu qədər. Belə, Allah subhanətlə bizə işin faydalarından etsin. Və sələmu aleykum və rahmetullah və bərəkətuh. Şəhətlər suallar var idi. Hə, buyurun. Buyur. Şeyh, Allah subhanətlə sizi xeyirlə mükafat etsin. Qardaş sual verir, cəhl üçün icma olmalıdır mı? Cəhl üçün, qardaşlar, icma kim deyib bunu? Cəhl üçün icma şərt deyil. Hətta bir nəfər əgər cəhl edibsə və əgər o cəhl səhiydirsə, aydındırsa, doğrudan o adamda problem varsa, kifayət edir əslində. Yəni cərhə o şərti qoysa, onda çoxsu cərh olunanlar cərh olunmamalıdır. Düzgün də səhv fikirdə olur. Bəli. Şeyh, bəzi şübhələr var ki, deyirlər ki, qaməti alimlər tanımır. Ümumiyyətlə, doğrudur mu yəni, tanımır? Tanımır da, nə olur? Yəni, buna görə elm götürmək olmaz, buna görə. Tanımalı da hamısı. Belə bir dəlil var mı? Yoxdur. İndi tanımırlar, deyil. İndi kim tanımırlarsa, onlar elm götürmək olmaz. Əsas nədir? Əsas adam mənhəci, əqidəsi mənhəci. Sənin təskiyən əqidən mənhəcdir. Əgər əqidən mənhəc salamatsa, hansı alimdən soruş, əlhamdülillah, Allah razı olsun. Amma demək ki, alimlər tanımır, o nə sözdür? Onları anlatmaq üçün uşaqları. Hə? Şeyh, biz bilirik ki, əlhamdülillah. Baxçı uşaqlar, indi baxçı üsullarını bilirlər. Biz bilirik ki, əlhamdülillah, sizə nəşə alimlərlə məsləhətləşirsiniz, gelirsiniz. Yəni bu məsələ ona yenə bağlayırlar ki, məclidə olmaq lazımdır, məhkədə olmaq lazımdır. Alimlərin yanında olmaq lazımdır ki, o insanın elm alınsın, yoxsa başqa ölkədə yaşayırsa, bunda bir olmazsa problemlər var. Yox, bu düz fikirdir, bilirsiniz. Baxma lazımdır, adam hərindən düz fikir deyil, lakin düzgün başa düşmür və ya düzgün yozmur onu. Necə ki, xavariclər. Xavariclər nə deyirlər şuarları? Hökm Allah'ındır. Biz də deyir hökm Allah'ındır. Lakin düzgün yanaşmırlar məsələyə. İfratçasına varlar, ifratı varlar. Düzgün yanaşmırlar, onu götürüb təkfir edirlər. Hətta sahabələr təkfir edirlər. Ona görə ola bilər adamın sözü düz olsun. Bəli, düz sözdür, bəli, alimlərdən elmi almaq lazım, onu biz də deyirik. Amma həmişə Mədinədə qalmaq, o da mümkün deyil. Ged Mədinəyə qutar, gəl, dəvətinlə məşğul ol. Elmin də zəkatı var axı, ödəmək lazımdır. Qardaş sual verir ki... Biz həmişə baxmaq, ələ deyəndə deyən, sən nə demək istəyirsən bu sözlə? Nə demək istəyirsən? Demək istəyir ki, bu mədinə tərəfdən elm almayan sabit tərəflərdən. Yəni, çalışın, yəni, ərəb dilini öyrənin, gedin, ancaq alimlərdən elm alırlar. Yox, necə yəni, əgər bu mədinə tələbələr orada alimlərdən elm alırlar da. Yəni, heç kəsi dəvət eləmir, bu kütlənin dəvət eləmir. Səhvdir o fikirlər, səhvdir. Şəhbər suallar qardaş verir ki, meyvə ağacı deyil, qonşu əkifdir, lakin deyir, barı bizim də qapımıza əyilib, yelifdir. Biz onu halal almalıyıq mı? Alsalar yaxşıdır, yeyə bilərlər, amma alsalar yaxşıdır. Bir də qardaş sual verir ki, qapı qonşu var, lakin xoşa gələn ailə deyirlər, yəni belə deyək. Onlardan üz çeviririk, yəni üz döndəririk, yəni gəl istəmək olsun. Onların haqlarına, qonşu haqlarına girmirik ki. Hər halda qonşudur da, qonşu haqları var. Kafir olsa da qonşu haqları qalır. Şərt deyil, gedib gəlməyi, lazım deyil gedib gəlməyi. Ancaq məsələn, görəndə salam vermək və ya kömək istəsə elə imkanı varsa, bacarsan, bu həddir. Əxlaq cəhətdən yəni belə. Hətta əxlaq deyil, asid də, böyük fasiqdir və ya böyük günah sahibidir, amma qonşudur. Haqq qalır, haqlar qalır. İndi birdən nəsə istəsə, kömək edirsə, eləyir belə. Axırıncı sualdır, bu şəfayətlə bağlı.
bəziləri deyir ki, bu şəfaətlə bağlı Şeyx Muhammed ibn Vahab yəni onu böyük görmüyor, yəni kiçik görür. Böyük görübdür, kiçik görür. Ondan başqa alimlər hamısı yəni şəfaətəsini qəbul edirlər. Yalan söhbətdir. Şəfaət şirkdir. Hansılar ki, saat sufilər eləyirlər, Peyğəmbərdən birbaşa istəyirlər. O problemdir o. Bəzi alimlər şirk deyib, kiçik də deyib, bəziləri böyük də deyib, bəziləri bidət deyib. Lakin bidəti şirk növündəndir. Bidət şirkiyyə. Yəni deyir, Şeyx Mudir böyük görür, ondan əvvəlkilər böyük görmüyor. Laf böyük görmür, şirkdir də, vəssalam. Yəni kiçik şirk eləmək olar, ha? Nə demək istəyir onu deyən? Amma deyir ki, Peyğəmbər sallallahu dua eləmiyorlar ki, olmaz hələ, olmaz. Ona dəlil gətirirlər. Olmaz. Hətta kimsə desə belə, bizdə şəxsin diliyinə bağlı deyilik, biz dəlilə bağlıyıq. Dəlilə. Dəlil varsa eləyək. Dəlil yoxdursa, eləməyək. Kim desə belə, kim desə, ona görə elə məsələlər var ki, İmam Əhməd deyib, biz götürmürük. Və ya Əbu Hanifə deyib, biz götürmürük. Dəlil olmadığına görə, və ya dəlil əks olduğuna görə. Və ya məsələn, tutaq ki, İmam Malik deyib, eləmirik. Və ya məsələn, İmam Şəfi deyib, eləmirik. Çünki dəlil yoxdur. Hətta İbn Teymiyyə rahimehullah və ya Muhammed Əbdülvahhab rahimehullah və ya İbn Qeyyim və başqaları. Dəlil, əsas dəlildir, şəxs yox. Bəli. Demək, bazı sual verir ki, Şeyx, yəni ailə qurmuşam, lakin ailə qurduqdan sonra özümü gizlətdi və sonradan gördüm ki, bunda hakimə qarşı problemlər var, təkbir var. Sonra salamat deyil, müddətçilərə qulaq asır. Onun talaq verməsi deyil, şərtdir. Özüm boşana bilərəm onu. Hər halda kafir olsa talaq şərtdir, amma kafir deyil, azmışdır, hər halda talaqın alsın. Talaqın alsın, ya vəliləri qarşısın söhbətə. Ümumiyyətlə, ailə həyatı quranda tələsmək lazımdır, baxmaq lazımdır. Necə öyrən bilərsən, bax, kimlə oturub durur, kimlərə qulaq asır, hara gedir. Qismən belə təyin eləmək olar adam kimdir, hansı tərəfi meyillidir. Tələsmək lazımdır, ailə məsələlər ciddi məsələdir, ciddi yanaşmaq lazımdır. Bu qədər şey, Allah sizə belə çəkirsin. Sual yer qardaş verir, nə? Cümə məsələsinə bu çöldəki dururlar. Allah, o cümə məsələsi belədir. Məslini söylərək ki, itifardan sonra. O məsələ belədir ki, vallahi. Məkidə həyəti də deyil ora. Həyətindən də xaricidir. Vallahi bilmirəm, o geri alim deyil. Mən məsələn bilmirəm o. O cür cümə bilmirəm. Rəhbəri başına şərat yazır, xod verir, çölüsün. Ola bilər, bilirsən, ola bilər, heç kəs demir. Görürlər ki, namazdır, bizim cəmaat ümumiyyətlə qorxaraq namaz qılanda toxunmurlar və s. Hətta polislər, o Dağıstan, Dağıstandan qardaşlardır ki, sizin polislər əladır. Bizdə polislər tutanda deyir, nəsə deyir, heç vecdəni deyir. Deyir, sizdə polislər tutanda Allah deyən ki, sağ ol deyirlər, görsən ki, qorxurlar Allahdan. Ona görə indi ola bilsin, heç də deməsin kimsə, o deməkdir, icazə verildi. Hər halda bu məsələni alimlərə müraciət etmək lazımdır. Belə caizdir, yoxsa yox. Çünki burada çox məsafə var. Bəli, ola bilər, məsciddə olsun, bayırda yansınlar, beli görsənsin, səsi gəlsin. Şeyh deyir ki, qardaş, mən onu deyib görsən, arxasaq görsən. Görsənmir, özdə məscidin həyəti deyil, məscidin həyətindən də bayırdadır. Çox böyük məsafə var. Ola bilmirəm bu məsələni. Mən məsələn, məsləhət görmürəm, məsələn. Hər halda alimə müraciət edin, soruşun, baxın. Belə vəziyyətdə necə edik, məsələn. İçində ayrı-ayrıdır, çöldə bir hansı bir özdə hələ bayırda da deyən Allah hələ məsafəyə fikir vermirlər, bir sıx yanlar. Qardaşlar, pandemiyadır, xəstəlikdir. Ola bilər, həkimlər televizdə göstərirlər ki, 3000, 1500, ola bilər, çoxdur. Hamıya müraciət eləmir, müəyyən səbəblərə görə. Yəni, ehtiyat ol, ehtiyat əldən vermək lazım olmaz, deyil. Hətta məsafəyə fikir vermək lazımdır. Xəstəlik var, hələm davam edir, Allah bilir haçan qutaracaq. Düzdür, birinci inanmırdılar, nə bilim, sonra başladılar, çip qoyurlar. Çipi neyirsən, çipi de səndə də yanındadır. Özü 2 dənə, 3 dənə gətirirsən çip. O boş şeylər də o nağıl, videolar zadı baxıb multiklərə cürbəcür fikirləri gəlirlər.
Xəstəlik var, ehtiyatlı olun və salam. Allah razı olsun şeyx.